Herkese salamlar, Car Park sevənlər. Bugün sizlərə Azərbaycan nömrəsini düzəldir, onu göstərəcəm. Bəli, atölyamıza girdik. Buradan nömrələrə giririk. Gördüyünüz kimi də boş nömrə seçirik. Sonra qaraları belə qoyuruq. Mənim etdiyim kimi etsəz daha yaxşı olar. Belə edirik. Ağı alırıq. Biraz kiçildirik. Sağını da solunu biraz kiçildirik. Qaranın içinə yerləşdirməyə çalışırıq. Gördüyünüz kimi yerləşdirdik. İndi bura istədiyiniz nömrəni yazırıq. Gördüyünüz kimi mən ağlımdan bir nömrə yazdım. Bunu böyüdürük. Bəli, böyütdük. Bura yerləşdirib biraz boşluq yer qoyuruq ki, bayrağı falan da düzəldək. Bəli, bunu yapışdırdıq. İndi gəlin bayrağın düzəlişinə keçək. Birinci yaxınlaşdırırıq. Mavi rəngimizi götürürük. Kiçildirik. Bura bayraq düzəldirmiş kimi qoyuruq. Daha mavi eləsək daha yaxşı olar. Mavi etdik, sonra kopyalayıb qırmızı eləyib altına qoyuruq. Yəni kopyalayıb yaşlı eləyib altına qoyuruq. Sonra yazıya girib yəni C hərfi seçirik. Bunu ağ elib qoyuruq ortasına. Çoxu 5 güşəli ulduz eləyir. Bunun asan bir yolu da var. Bura emojilərə giririk. Gəlirik bura bayrağın yanındakı işarələrə giririk. Biraz aşağı gedəndən sonra biraz sarı rəngdə, turuncu rəngdə görəsiniz. Baxın bu. Bunu götürürük, qoyuruq bura. Ya da onu bilmirsinizsə burada 1100 pula bir dənəsi də var. Bunu da belə kiçildirik. Sonra burada yanında 1200 var. Onu belə basırıq və hazırdır. İndi az yazmağımız üçün yenə boz bir şey düzəldirik. Daha yaxşı edənlər də var. Ona görə çox üstündə qalmayacağam. Az yazırıq bura. Böyüdürük biraz. Gördüyünüz kimi nömrəmiz hazırdır. Bu nömrədən sonra türk nömrəsi gələcək. Və sizə başqa hansı ölkənin nömrələrini istəyirsinizsə yorumlarda yazmaq unutmayın. Gördüyünüz kimi oyunda da belə görsənir. Gələn videolarda görüşərik. Abunə olub like atmayı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.